30 dəqiqəlik çıxış üçün 15 min manat istəyən müğənni var. Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilərindən birini səhnədə görmək istəyən ailələr xeyli xərcə düşməli olacaq. Sfera.az saytının apardığı araşdırmaya əsasən, tanınmış müğənnilərin xüsusi günlərdə yarım saatlıq, təxminən 5-6 mahnı çıxış üçün tələb etdiyi məbləğlər 2000 manatdan 15 min manata qədər artır. Qiymətlər ifaçının populyarlığı, repertuarı və tələb səviyyəsinə görə dəyişir. Araşdırma nəticəsində məlum olub ki, yeni il gecəsi toy və özəl məclislər üçün müğənnilərin 30 dəqiqəlik çıxış qiymətləri belədir. Aygün Kazımova 15 min manat, Tünzalə Ağayeva 7 min manat, Zamik Hüseynov 5 min manat, Şəbnəm Tovuzlu 5 min manat, Rəqsanə İsmailova 4 min manat, Aysun İsmailova 3500 manat, Vəfa Şərifova 3500 manat, Alma xanım 2500 manat, Elza Seyidcahan 2000 manat, Kəmalə Günəşli 2000 manat. Yeni il gecəsi sifarişlərin artması qiymətlərin də yüksəlməsinə səbəb olur. Qeyd edək ki, açıqlanan məbləğlər bazar qiymətlərinə əsaslanır və məkan, vaxt, proqramın həcmi kimi amillərdən asılı olaraq dəyişə bilər.